Hər vaxtınız xeyir olsun əziz Ayrı TV izləyiciləri. Mən doktor Dilbər Rahim. Səhhətimizin bugünkü buraxılışında hər birinizi xoş gördük. Verilişimizə Ege Hospitalın Reproduktiv Təbabət Mərkəzinin baş sponsorluğuna baxırsınız. Əziz xanımlarımız, ekrana yaxın əyləşin. Maraqlı bir mövzudan danışacağıq bugün, amma istərdim ilk öncə qonağımı sizlərə təqdim edeyim. Bugünkü qonağımız Ege Hospitalın uzman mama ginekoloqu Aynurə Necəfəliyevadır. Necəsiz doktor? Sağ olsun, necəsiz? Təşəkkürlər. Əhvalınız yaxşıdırsa, məncə başlaya bilərik mövzuya. Bu ilk mövzumuz nədir? İlk mövzumuz sidik qaçırmadır. Sidik qaçırmadan danışacağıq əlbəttə ki və araya sərpişdirəcəyim vaginoplastika suallarım olacaq sizə. İlk öncə onu vermək istəyərdim sizə sual ki, sidik qaçırma nə zaman müşahidə və hansı yaşlarda əsas qarşılaşırsınız sidik qaçırma qadınlarda? Qadınlarda əvvəllər 40 yaş üstüydü sidik qaçırma. O qadınların aktiv dönəmi olurdu, hərəkət yaxşı etdiyi dönəmlərdə, yəni ev işlərini görürdülər, tarlada, həyətdə, çöldə, bacada bu aktiv işlədikləri zaman əvvəllər 40 yaş üstüydü bu sidik qaçırma. İndi çox təəssüf ki, artıq 30 yaş üstü, hətta 20 yaş üstü biz xanımlarda sidik qaçırma ilə rastlaşırıq. Yəni bu sidik qaçırma da deyəndə bunun bəzi növləri də var. Deməli, bildirməliyik. Sidik qaçırma ya əməliyyatdır, yox dərmandır, yox. Bunu elə başlamaq üçün ümumiyyətcə müalicəsi yoxdur. Bunu təyin eləmək üçün mütləq növlərini bilməliyik. Pasientlər də bilməlidir ki, onda hansı tip sidik qaçırmadır. Ginekoloqlar, yəni bizim sahəmizdə çox maraqlandıran tip stres tip sidik qaçırmadır. Bu zaman pasientlər öskürəndə, askıranda, pasient deyir ki, həkim, yaxşıyım, arada qrip oluram, öskürəndə sidik qaçırıram, askıranda sidik qaçırıram ya da ağır qaldıranda, ani bir hərəkət eləyəndə, bəzi ağırlaşmış hallarda artıq gəzəndə belə, pozisyon dəyişəndə belə sidik qaçırma olur. Bəzi pasientlər sporda pırqılıq otullananda sidik qaçırma ola bilir. Bu ginekoloqların sahəsi olan sidik qaçırmadır. Çünki bu sidik hissəsinin boynunun sallanması, yəni sidik hissəsinin sallanmasına bağlı olan sidik qaçırmadır. Bəli, pasient deyir, həkim, mən sallanma hiss eləmirəm. Siz onu hiss eləməyə bilərsiniz, pasient onu son mərhələdə hiss edir. Amma bəli, əsas sidik qaçırma, özəlliklə stres sidik qaçırma bu sallanmanın əlamətidir. Bizim sahəmizdə müalicəsi də əməliyyatla, əsas müalicəsi əməliyyatla demək olar ki. Və ikinci tip sidik qaçırma, onu da deyim. Örç tip sidik qaçırma, biz neurolojik tip sidik qaçırma deyirik, hiperaktiv sidik hissəsi sindromu. Sidik hissə bilirsiniz, beyinlə requl olur. Bir insan sidiyə gələndə beyin onu idarə edir, ayaqlarına gedir, oturur. Və bu durumda sidik ifrazı baş verir. Amma bəzən sidik hissəsi beyinə tabe olmur. Yəni öz başına sidik yığır, ifraz olunur. Örç tip sidik qaçırma deyirik ki, bunun da müalicəsi, bu əsasən sallanma olmayan pasientlərdə daha çox rast gəlinir. Bunun da müalicəsi dərman müalicəsi icra edilməlidir. Bəzən qarışıq olur, həm stres, həm örç tip, hansı ki biz buna həm müalicə, həm əməliyyat məsləhət görürük. Başqa tip sidik qaçırmalar, hansı ki bu diabetdə olur, sfinkter yetməzliyi ola bilər. Ondan sonra bəzən qlob sonrası taşma sidik qaçırması deyirik, başqaları ola bilər. Bunlar əsasən ginekoloji sahə sayılmır. Bunlar ya endokrinoloqlar ya da uroloqlar, nefroloqların sahəsi sayılır. Aydın doktor, daha az öncə dediyiniz, vurguladığınız kimi ginekoloji səbəbli olanda bu artıq əməliyyatla çözüm olunur bunda. Əməliyyatlar bir tip mi olur, bir neçə şəkildə mi icra edilir əməliyyatlar, o haqda bir məlumat Pasientdə baxın, özəlliklə bu ən çox kimlərdə olur, onu da deyim. Gənc yaşda, 20 yaş altı doğuş yapmış qadınlarda. Birisi onlarda çanaq tam funksiyalaşmır, erkən yaşlarda əzələ tam möhkəmlənmir və doğuş edirlər. Bu pasientlərdə çoxsaylı travmatik və böyük ölçülü bəbək dünyaya gətirən xanımlarda olur. Bəzən irsi meyillik də olur. Necə irsi meyillik olur? Məsələn, bunlarda irsi olaraq çanaq əzələ fasiya sistemi zəif olur və sallanmaya meyil olur, belə deyək. Məsələn, onları sorğulayanda deyir, anamda da var, xalalarımda var, bibilərimdə var, sidik qaçırma. Bunu əvvəllər qadınlar çox dilə gətirmirdi, mən sizə deyim, yaşlı qadınlar deyirdi, doğuş eləmişəmsə sidik qaçırmalıyam da. Qadın yaşlananda azma sidik qaçırmalıdır da. Xeyr, qadın yaşlananda sidik qaçırmamalıdır. Bu normal bir hal deyil. Bəli, bunun dediyimiz kimi əsas bu səbəblərdir. Travmatik doğuşlar, böyük ölçülü dünyaya gətirmək çətin doğuşlar və 20 yaşın altında uşaq dünyaya gətirmən bu riski artırır. Bu pasientin sosial həyatını etkiləyir. Yəni düşünsənizə sürəkli sidik qaçırır, gülə bilmir, normal öskürəndə ya da başqa bir məclisdə olanda çəkinir. Bəzən hətta o səviyyədə gəlir ki, xəstə paketlər istifadə edir. Yəni, bu pasientin özləri boyuna almasa da qadınların çox psixologiyasını bozur. Halbuki bunun müalicəsi çox rahat, əməliyyatı o qədər rahat bir əməliyyatdır ki, TOT və TVT dediyimiz ən çox börç əməliyyatı da var, gəlir ki, biz ən çox TOT və TVT əməliyyatları icra edirik. Çox nazik setkalar, vaginal yolla, heç ümumi narkoz almadan, anesteziya almadan, spinal anesteziya, beldən keleşdirmə deyək. Bəzi pasientlərdə hətta yerli keleşdirmə ilə belə icra edə bilirik. Yəni zəif setkalar, çox nazik setkalar
sidik hissəsinin boynuna yeridilir və sidik hissəsinin o boynunun oynaqlığı aradan qaldırılır. Yəni pasientlər məmnun olur. Tod və D-vit əməliyyatları hər hansı bir riski də yoxdur, böyük bir riski də yoxdur, qanama riskimiz yox. Əməliyyat yarım saat sürür. Əməliyyatdan pasientlər axşamsı günü bəzən əməliyyat olan gün, eyni gün axşam başqa vaginoplastika dərin sallanma əməliyyatları yoxdursa, başqaları olmursa, pasient axşam belə evə göndərilir. 3 gün sonra normal işinə başlaya bilirlər. Bəli, belə bir rahat bir əməliyyatdır. Maliyyəti də o qədər böyük olmayan bir əməliyyatdır. O ki, qaldı o istifadə etdiyimiz setkalar, torlar. Bunlar bədənə qarşı allergik olmayan, keyfiyyətli torlardan istifadə olunur. Necə ki, qrijada, göbək qrijasıdır, işte başqa qrijalarda, qasıq yırtığıdır, yırtıqlarda setka istifadə olunur. Bəli, eyni tərkibi torlardır. Yəni bədənə hər hansı bir allergik material deyil. Gözəl, sadəcə bir şey var, bu əməliyyat gözəl icra edilməlidir, bilən tərəfindən icra edilməlidir. Çünki sidik hissəsinə, sidik hissəsinin boynuna, bağırsağa, yəni yan tərəflərə, sinirə, obturator sinir var, damar var, onlara yaxın bir yerdə qoyulur. Yəni bunu peşəkar bilən bir ekip tərəfindən icra edilməlidir ki, səhər o bir gün problem pasiyent yaşanmasın. Belə sadə bir şeydən danışırıq, amma ki, bunun da özünün incəlikləri var əlbəttə ki. Çünki o yer təhlükəli bir yerdir, yəni o setka qoyulan yerdə diqqətli olmalıdır. Bəli. Zaten işin icrasını bilən edirsə, fərqi yoxdur bu əməliyyat olsun ya da başqa bir. Əlbəttə ki, bilən edirsə, təcrübəli ekip edirsə bir problem olmur. Doktor, az öncə vurguladınız bu doğuşdan sonra yaranan sallanmalar və s. Əlbəttə ki, başa düşdüyümüzdə təbii doğuşlardan gedir burada söhbət. Təbii doğuşlardan sonra məhz aşağı yaşlardanmı, az yaşlılardanmı olur bu şəkildə sallanma, yoxsa yuxarı yaşlarda da bu şəkildə sallanmalar? Ümumiyyətlə, bayaq sidik hissəsi sallanması dedik, amma adətən pasiyentlər tək başına sidik hissəsi sallanmır. Çox da onunla bərabər uşaqlıq, çünki bunlar hamısı bir yerdə kompakt yaşayır, bunları tutan bağlar da birdir, fasya əzələ sistemi birdir, çanaq tibi əzələ sistemi bir olduğu üçün sidik hissəsi sallanma varsa, uşaqlıq sallanması, bağırsağın vaginaya sallanması, rektusel də ola bilir. Yəni, bu durumlarda bayaq dediyimiz kimi əsas səbəb birinci, çəkisi böyük uşaq, 4 kilosununda uşaq dünyaya gətirmə, çox sayılı doğuşlar. Pasiyent zaten biri travmatik doğuşlar dediyimiz, yəni bəbək çıxmır, qarından kristal üstdən basma edilir, həddən artıq böyük kəsiklər olur. Bir də pasiyent deyir ki, həkim necə oldu, mən doğuş elədim, heç kəsiyim də olmadı, yırtığım da olmadı, sallandı. Yəni bu ona da baxmır, yəni tam tərsi çöldən o aralığın kəsilməsi, sallanma riskinin, normal kəsilməsi sallanma riskini bəlkə azaldır. Çünki o içəridə olan müəyyən qədər o gücü, o təzyiqi azaldır. Yəni müəyyən qədər azalda da bilər. Yəni bunun epizotomi kəsi ilə heç bir əlaqəsi yoxdur. Yəni kəsiksiz dünyaya, uşaq dünyaya gətirən qadınlarda da sallanma ola bilər, bu arada onu deyim. Həkim əlimə dəymir, əlinizə dəyməyə bilər. Əlinizə dəymək sonuncu mərhələdir bu. Yəni zaten heç əlinizə dəyməsin. Dediyim kimi, əsas dediyimiz kimi 4 kilosunda uşaq dünyaya gətirmə və hərəkətsizlik. Niyə əvvəllər çox deyildi, indi hal-hazırda çox olub? Çünki dediyim kimi də qadınlar az hərəkət edir, əzələ sistemi, fasya sistemi zəifləyir. Ondan sonra kökəlməyə meyillilik, pi toxuması nə qədər artarsa, əzələ protein gücü azalır, fasya gücü azalır və köklük də müəyyən qədər bunu artırır. Xroniki qəbizlik, pasiyent olsa doğuş edir, bir də xroniki qəbizlik, sürətli gücənmələr, xroniki qəbizliklər, bəzi astma xəstəliklərində həddən artıq öskürəklər, bunlar da təbii risk faktorlarıdır. Bəlkə xəstələr deyirlər ki, onda nə edək, doğuş eləməyəkmi? Əlbəttə doğuş edin, amma mütləq hamiləlik zamanı yaxın nəzarətdə olmalısınız. O bəbəyin çəkisi həddən artıq çox olmamalıdır, normal bir qidalanma proqramı olmalıdır, bu bir. İkincisi, çanaq və bəbəyin baş proporsiyonu var, onlar diqqətə almalıdır. Həddən artıq çətin doğuş, anaya və uşağa travma edəcək bir doğuşlar, əgər çox çətindir, anaya böyük bir travma verəcəksə, uşağa travma verəcəksə, bu doğuşlardan qaçınmaq lazımdır. Yəni bunları, o pasiyentə zərər verəcək bir doğuşdursa, heç onu etməsin, ondansa keysəriyyə olsun, bəli. Təbii ki, əvvəlcə doğuş olmalıdır, amma pasiyentə fiziki, psixolojik travma ya da bəbəyə bir travma, hipoksiya verəcəkdirsə, əlbəttə ki, buradan doğuşdan qaçınmalıdır. Sidik hissəsinin sallanmasına əlavə, az öncə də vurguladınız ki, uşaqlığın sallanması kimi problemlərlə qarşılaşırsınız artıq doğuşlardan sonra. Bu zaman nələr icra edilir, hansı əməliyyatlar icra edilir? Şimdi erkən mərhələdə, ümumiyyətlə demək, həmişə əməliyyatda deməyək, çox erkən mərhələdə pasiyent bizə müraciət edib, biz baxmışıq ki, minimal sallanma var, onu olsa da əməliyyata almayacaq əlbəttə ki, pasiyentə kökəlmədən qəbiz uzaqlaşmalıdır, arıqlamalıdır, sərbəst hərəkət etməlidir. Bəzi keyqət egzersizləri var, onları eləməlidir. Normal pilates belə o əzəlləri bərkidir, onları etməlidir.
və təbii öskürək qəbizliyi varsa bunlardan da qaçılmalıdır. Protein ağırlığı bəslənməlidir. Niyə protein? Çünki çanaq tibini tutan əzələ proteindir. Oradakı olan bağlar hamısı proteindir. Heç birində pi yox, yəni pi minimal səviyyədə bizdə. Ona görə kökəlmədən qaçılmalıdır. Sağlam qidalanmalıdır, sağlam həyat tarzı olmalıdır. Əlbəttə ki, burada da yenə doğuş olacaqsa mütləq çəkisi çox rahat doğuşlar olmalıdır. Yəni dölün həddən artıq böyük döl dünyaya gətirməməlidir. Pasientə bu risale anlatılmalıdır. Artıq gördük ki, yox, bu əməliyyat durumunda uşaqlıq sallanmışsa, bəli, uşaqlıq asılmalıdır. Uşaqlığın asılması 3 cür icra olunur. Laparoskopik yolla, bu son mərhələdə adətən istifadə olunur. Göbəkdən, dəlikdən girilir və özəl meşlər vasitəsilə ya belə deyirik, yəni çanaq sümüyünə asılır, ya da qarın yan divarına asılır, lateral fiksasiya icra edilir. Ya açıq üsulla da bu icra edilə bilər. Normal kəsiri kəsi ilə biraz daha kiçik kəsi ilə kəsilib uşaqlıq asılır. Çox çətin əməliyyatlar deyil. Yenə dediyim kimi önəmli əməliyyatlardır. Birdən iki bitməlidir. Adi əməliyyat deyil bu. Və vaginal yolla icra edən əməliyyatlar da var. Bu daha önəmli. Bu elə bir yerdir ki, yəni bu vaginal əməliyyatlar zaten onsuz belə hesablasan 4-5 həkim varmı bizim ölkədə bunu edən vaginal yolla asılmalar. Bəli, bu da çox önəmlidir. Çünki burada vaginadan icra edəndə əməliyyat sayəsi çox kiçikdir, oranın anatomiyası çox dəqiq bilinməlidir, orada sinir, damar sistemi var, o da dəqiq bilinməlidir. Belə, uşaqlıq boynundan əsasən vaginal ya altdan, ya qarından, ya da açıq üsulla, ya da göbəkdən laparoskopik yolla 3 cür asıla bilər. Bu əməliyyatlar çox başarılı əməliyyatlardır. Bu əməliyyatı icra etdikdən sonra pasiyent yenə uşaq dünyaya gətirə bilər, hər hansı bir problemlə qarşılaşmır. Çox da ağrısı çox olmayan bir əməliyyatlardır, maliyyəti də elə böyük olmayan bir əməliyyatlardır. Rektosel, bayaq dediyimiz rektosel, arxa kapografiya, o da rahat icra edən bir əməliyyatdır, amma dediyimiz kimi bağırsağın üstündə işləyirik yəni sonuçta. Ona görə bəzi yerdə pasiyentlər əməliyyat olur, gəlir həkim tam olmayıbdır. Çünki çöl tərəfdə, çünki bunu bir mütəxəssis etmir, amma Allahdan qorxur yəni, heç olmasa o tərəf dərinə getmir. Rektoseli tam icra eləmir. Vagina tərəf, yaxın tərəfdə artıq bağırsaqdan biraz uzaq olur. Oranı biraz çıxışdan daraldır, amma içəridə qalır axı rektosel. Bu da pasiyentdə verir qəbizlik. Yəni rektosel təkcə sallanma var, bu quruluş deyil. Pasiyent sidiyə gedə çox sallanmada sidiyə gedə bilmir. Sidik qaçırır, cinsi əlaqə girə bilmir, qəbizlik yaranır, böyük bayra çıxa bilmir. Yəni bir sürü problem yaradır. İlərləyən zamanlarda sallanma sidiyə tam gedə bilmir. Qalıq sidik qalır, tez-tez sistit olur, bəzən böyrək sidik olur, infeksiyona qədər gedə bilir. Yəni bunlar önəmli. Sallanmaya adi bir şey üçün baxmayaq. Həm sosial həyatları, həm cinsel həyatları, həm sağlıqları, hamısı risk altına alınır. Ona görə bir an öncə hamısı da bağlanır psixoloji sağlamlığa bir yerdən sonra da çəkilir. Böyük diskomfortlar yaradan əməllərdir bunlar hamısı. Pasiyentlər gəlir, mən belə məəttəl qalıram, özü 50 yaş, 55 yaş civarında. İllərlə ayağının arasında uşaqlıqla yaşayır. İllərlə. Hələ də deyir ki, həkim gedim bir oğlumu da əsgərə göndərim, bütün əsgərlər sağ-salamat qayıtsın. Yox, qızımın nəvəsi uşaq olacaq, o da bir dünyaya gəlsin. Ertələyir, heç onu da, onun yerini mənim ürəyim ağrıyır. Bir də uşaqlıqda sidik hissəsi tam dışarı çıxanda vaginanın mukozası ilə bərabər çıxır. Düşünün, diliniz sürəkli çöldədir, onları belə başa salıram. Nə olacaq o dil? Quruyacaq. Orada başlayır qurumalar gedir, son mərhələlər deyirəm, tam sallanma. Başlayır qanamalar, çatlar, hər şey. Yəni düşünün, sizin diliniz sürəkli çöldədir deyirəm, bu necə olur? Diliniz çöldə sağacaq, necə olur? Bu da sizin orqanınızdır da, yəni. Çox gedişmiş mərhələlərdə, bir də xəstənin də yaşı çox olarsa, biz vaginal histerektomiya edirik, uşaqlığı altdan götürürük, onsuz da uşaqlıq müəyyən yaşdan sonra pasientlərə gərək yoxdur. Həkim elə bunu götürün, bəli, uşaqlıq sallanmış uşaqlıq altdan götürülür. Uşaqlıq götürülsə belə, bəzən sallanmış uşaqlığı gedirlər, götürürlər. Abdominal, qarından götürürlər, yenə götürsünlər. O vaginal kafı asmaq lazımdır. Mütləq o yenə sallanacaq. Uşaqlığı götürürlər, bundan iş qutarmır axı. Orada yenə əzələ defekti var. O vaginal kaf dediyimiz güdül var. O güdül yenə sidik hissəsinə bərabər sallanacaq. Ona görə uşaqlıq fərqi yoxdur. Ya altdan götürürsə belə o uc hissəsi güdülü oradan mütləq asılmalıdır. Uşaqlıq altdan da götürürsə, üstdən də götürürsə mütləq o uc hissə asılmalıdır. Ümumiyyətcə sallanmayan pasiyentlərdə belə biz histerektomiya əməliyyatımızı etdiyimiz zaman mütləq vaginal kafı asırıq. Ki sallanmaz. İləriyən zamanlarda bu pasiyentin tutaq ki 45 yaşı var, uşaqlığı götürüldü müəyyən səbəblərdən. Səhər ola bilərsə sallanma riski var. Bu kafı mütləq asmaq lazımdır. Ki ona görə adi histerektomiya əməliyyatı bəsit bir əməliyyat kimi gedirlər, bəzən cərrahi əməliyyat olurlar başqa bir yerdə. Bu cərrah axı görmür mü sallanmanı? Bu vaginadan çox xəbəri yoxdur, bilmir. Normal uşaqlığı götürür, sonra da sallanma ilə təddən qayıdırlar bizə. Doktor, bir də vaginoplastika sual verim sizə. Vaginoplastika kimlərə icra edilir? Bir onu sual vermək istərdim. Bir də ki, qalıcılıq məsələsinə, məsələn xanımlarda. Bayaq dedik vaginoplastika. Vaginoplastika gələn pasiyentlər keyflərindən gəlmir, onu da deyim. Çoxu, 99%.
Bu genişlik var. Yəni doğuşlara bağlı genişlik, işte sallanma var. Biz bunları müayinə edəndə çoxunda sallanma da var. Ay bacım, mənim əlim heç belə dəymir. Niyə sallanma? Deyirəm, bu erkən mərhələdir, ikinci, üçüncü mərhələdir. Və yaxud dediyimiz kimi vaginoplastika edilən zaman bərabərində bu sistoseldir, lazımdırsa tot əməliyyatı da sidik qaçırmaya qarşı. Uşaqlığın sallanması varsa, uşaqlıq əməliyyatı da daha çox vaginal yolla məsləhət görür. Uşaqlığın asılması, rektosoy varsa rektosoy aradan qaldırılmalıdır. Orada perinə, əzələ aralığın yırtıqları varsa düzəltilməlidir. Üzərinə də gözəl dağlaşdırma və xarici görünüş düzəldilməlidir. Bu tam vaginoplastikadır. Xəstə bu cür əməliyyat olmalıdır. Bu cür olduqdan sonra tam bayaq dediyimiz kimi bütün sallanma aradan qaldırıldı. Vaginada öndən arxaya normal darlaşdırıldı. Əməliyyat əlbəttə ki, qalıcı olacaq. Yoxsa sən onun təkcə vagina ilə altdan sallanmanı düzəltmə, əzələ fasciyanı tikmə, sadəcə çıxış hissəsini düzəlt, pasiyent əlbəttə bundan narazı qalacaq. Ona görə vaginoplastika bəsit əməliyyat kimi baxmırsınız. Mütləq vaginoplastika olanda orada sallanmadır, sidik qaçırmadır, başqa problemlər də əməliyyat edilməlidir ki, səhər problem yaşamayın. Bəzi pasiyentlər var, keysəriyyə əməliyyat olubdur, ya da başqa bir əməliyyat olubdur. Müəyyən qədər cərz edən bir genişlik var. Bu başqa, buna adi bəsit vaginoplastika yetərlidir. Amma doğuş yapmış, çox sayda doğuşu olan pasiyentlərdə, hərdən artıq genişliyi, sallanması olan pasiyentlərdə vaginoplastika sallanma əməliyyatlarla bərabər tam icra edilməlidir. Bir də vaginoplastika hər kəs mi lazım? Yox. Pasiyent əgər cinsi həyatında bir problem yaşamırsa, yoldaşına hər hansı bir sorunu yoxdursa, çətin doğuşları da olmayıbsa, içəridə genişlik yoxdursa, qaz səsi çıxmırsa, yəni ələqə zamanı idi, başqa bir problem yoxdursa, o pasiyentdə vaginoplastika ehtiyac yoxdur. Aydın doktor, təşəkkür edirəm sizə. Sağ olun. Ümid edirəm gələn verilişləri sizi burada görmə şansımız olar. İnşallah. Təşəkkürlər doktor. Sağ olun. Təkrar xatırlatmaq üçün demək istəyirəm ki, bugünkü qonağımız Ege Hospitalının uzman mama ginekoloqu Aynurə Nəcəfəliyeva idi. Əziz tamaşaçılar, bir verilişin daha sonuna gəldik. Verilişə həm ARB TV ekranlarından, həm də sosial media hesablarımızdan baxa bilərsiniz. Suallarınızı əlbəttə ki, şərhlər bölməsində bizə ünvanlaya bilərsiniz. Gələn görüşlərə dək.